Hazreti Abbas başının üstündə tutdu belə suları. Daxil olanda məscidə, indi uşağın əli sirkələndi, tərpəndi, sudan bəziləri töküldü ağanın qollarına. Həzrət Əlinin yanında məsciddə balaları əyləşib, İmam Həsən, İmam Hüseyn. İmam Hüseyn o vaxtı hələ tarixdə var ki, Həzrət Əbəlfəz kana səbiyyən, yəni səbiy həddi buluğa çatmayan bir uşağa deyərlər. İmam Hüseyn əleyhissalam dedi ki, mən susuzlamışam. Susuzlamışam sözü ağzında qaldı. Həzrət Abbas tez qaçdı evə. Gəldi dedi, ana, qardaşım susuzlayıb, onun üçün su ver aparım. Xanım Ümbülbənin dedi ki, təkcə İmam Hüseyn orada yoxdur axı. O biri qardaşlarım da var, atam da oradadır. Gəl mən sənə biz sini deyərik də, siniyə sular qoyum, apar. Su qablarına su süzdü Ümbülbənin xanım, qoydu qaba. Həzrəti Abbas başının üstündə tutdu belə suları. Daxil olanda məscidə, indi uşağın əli sirkələndi, tərpəndi, sudan bəziləri töküldü ağanın qollarına. Suyu elə məscidə daxil eləyəndə Həzrəti Əli əleyhissalam ağladı. Və orada Həzrəti Əbəlfəzə Səqqa ləqəbi verib, yadınızda qalsın, Səqqa, yəni su verən, su paylayan. Elə oradan deyirdi ki, sən mənim balalarımın Səqqası oldun, su verəni oldun. Və bir zaman gələcək, Kərbəlada da İmam Hüseyin və onun hərəminə Səqqası sən olacaqsan, yəni su paylayanı sən olacaqsan.